Xanımlar və cənablar, sadə 3 hissəli formanı yekunlaşdırdıq. Biz toparlayaq, təkrarlayaq, görək nələr öyrəndik, nələr öyrənmədik. Demək, sadə 3 hissəli forma adından bəlli olduğu kimi 3 hissədən ibarətdir. Kənar hissələr period olur, orta hissə isə həm period ola bilər, həm də perioda qədər ki, perioddan böyük olmamaq şərti ilə, yəni belə deyim, ya period ya da ondan kiçik bir quruluşlar ola bilər. İkinci hissə çox önəmlidir. Ona görə ki, bu hissə bizə sadə 3 hissəli formanın növlərini verir. Yəni, əgər orta hissədə yeni mövzu gələrsə, yeni tematizm, material deyim, A-dan fərqli bir material gələrsə, o zaman bu 3 hissəli forma olar müxtəlif mövzulu və yaxud çox mövzulu sadə 3 hissəli forma. Yox, əgər A-ya əsaslanarsa, A-nın materialları burada inkişaf etdirilərsə, o zaman nə olar? Tək mövzulu olar. Bir mövzulu sadə 3 hissəli forma. Repriza yenə önəmlidir. A-nı olduğu kimi təkrar edə bilər və yaxud nisbətən dəyişmiş şəkildə təkrar edə bilər. Reprizlər dərsini elə bir öncəki dərsimizdə bitirdik, öyrəndik. Tək mövzulu sadə formalarda necə olur? A1, yəni orta hissə adətən dominant tonallıqda olur, adətən. Hər iki növdə, istər tək mövzulu, istər çox mövzulu sadə 3 hissəli formalarda yekunlaşma əsas tonallıqda baş verir. Təsdiq, yəni üçüncü hissə, repriza əsas tonalda bitir. Başqa tonalda başlaya bilər, amma əsas tonalda bitməlidir. Bu başqa tonallıq adətən birinci hissənin elə birinci cümləsinin, yəni bu birinci periodun birinci cümləsinin sonundan belə başlaya bilər. Və yaxud birinci hissə, yəni birinci periodumuz qapalı ola bilər tonal baxımından, bir tonallı ola bilər. Tonal dəyişimi ikinci hissədə başlaya bilər. Bu ikinci hissədə çox vaxt yönəlmələr çox olur. Əsas tonal dəyişmələri adətən ikinci hissədə olur, bu inkişaf mərhələsində. Belə deyim, sonata formasının ilkin əlamətləri var burada. Onu xatırladır. Sanki bura ekspozisiyadır birinci hissə, ikinci hissə inkişaf, işləm, üçüncü hissədə repriza. Çox mövzulu olsa belə yenə də orta hissədə epizodlu sonata deyə bir növ var, epizodlu. Orada yeni bir mövzu gəlir həmçinin. İşlənmə olmur, əvəzinə yeni mövzu gəlir. Bax, bu da onu xatırladır. Çox mövzulu olanda nə olur? Demişdik, yeni mövzunun period formasının istənilən növdə ifadəsi olur. Yəni, forma dəyişmiş, sadəcə yeni bir mövzu gəlir, yeni material gəlir. Bir yenilik olur. Nəinki A-ya takılıb qalma, A-dan istifadə eləmə. Təbii ki, yenə bunun içində də nə qədər yeni mövzuluq olsa da, A-dan intonasiya götürə bilər, motiv götürə bilər və hər hansı bir material götürə bilər. Amma çox olmamaq şərti ilə təbii ki. Çox olarsa nə olar? Onda olar elə tək mövzulu, sadə hissəli forma. Üçüncü hissə. Çox mövzuluda ya birbaşa A ola bilər, A-nı olduğu kimi dəqiq təkrar edə bilər. Artıq dəqiq təkrar nədir bilirik, statik təkrar. Və yaxud dinamik təkrar ola bilər, dəyişilmiş təkrar. Həm dəyişilmiş ola bilər, həmçinin ola bilər, sintetik təkrar ola bilər. Həm A, həm də B-nin materialları burada təkrar toplanıb, bax bu şəkildə BA təkrar ola bilər. A-B şəklində də təkrar olar, B-A şəklində də. Əgər B ilə bitərsə, necə deyim, doğru dildə deyim, dəxli yoxdur, bu gərək öz kanalında bitsin. Başqa nələr öyrənmişdik? Hissələrin içində dəyişilmiş təkrarlar ola bilər demişdik. Bax, məsələn, birinci hissə öz içində təkrarlana bilər. İkinci hissə təkrarlana bilər. Bundan əvvəlki dərsimizdəki son nümunəni mən sizə göstərim. Misal üçün, baxın, burada bu da sadə 3 hissəli formadadır. Birinci hissə təkrar olur. A, A. Sonra B, sonra yenə A. Bu B ilə A özü də təkrar olur. Yəni, nə olur? A, A, B, A, B, A. Belə, A, A, B, A, B, A. Daxili təkrarlar. Məsələn, baxın, burada da var. A, A, B, B. Daxili təkrar deyəndə bunlar nəzərdə tutulur. Yəni, formanın öz içindəki hissələrin təkrarları. Görürsünüz, bax, daxili təkrarlar var. Reprizalarla olur. Bəzən də reprizasız olur. Onda nə edir bəstəkar? Tək-tək yazır. Məsələn, belə göstərim sizə. Deyək ki, burada repriza yoxdur. Və bəstəkar bunu 2 dəfə təkrar eləyəcək. Amma burada nə isə dəyişəcək. Tutaq ki, məsələn, buranı bir də istifadə eləyəcək, məsələn deyirəm. Və yaxud bir balaca genişlənmə verəcək. Nə eləyə bilər? Bax, bu xanəni təkrar eləyə bilər. Ən primitiv şəkildə deyirəm. Bir balaca nə isə dəyişiklik eləyə bilər. Onda bəstəkar nə edir? Bu da təkrar sayılır. Daxili təkrar sayılır. Çünki nəticədə budur. Bax, birinci hissədə. Təkrar olub, amma bir balaca dəyişib. Nə sayılır? A, A sayılır həmçinin. Pardon, A, A1. Çünki bir balaca dəyişiklik oldu. A, A1. Yəni, bax belə, A, A1, B, A. B-nin özü də 2 dəfə təkrar ola bilər. A, A1, B, B və yaxud B, B1 ola bilər və s. müxtəlif şəkillərdə təkrarlar mümkündür. Əsas şərt nədir? Olduğu kanalda bitsin. Başladığı kanalda, daha doğrusu bitsin. Belə, daxili təkrarları öyrəndik. Buradakı, bax, misal üçün keçən dərs baxmışdıq buna. Bu daxili təkrar sayılırmı? Sayılmır. Bu çünki periodun özüdür. Period hələ bitməyib. Bu birinci cümlədir, bu ikinci cümlədir. Təkrar quruluşlu perioddur bu. Bununla qarışdırmayaq. Əgər bax, period burada bitib, düzdürmü?
Bu bir dəfə də təkrar olsaydı, əvvəlinə yazsam bax repriz, həmçinin bura yazsam repriz, periodların təkrarını əsas alırıq. Tamam, içindəki cümlələrin təkrarı yox. Bax indi oldu A, A. Çünki bunun hamısı A-dır. Bax bu işarələdiyim hamısı A-dır. Bir perioddur. Və yaxud yenə deyirəm, necə ola bilərdi? Bəstəkar bunu götürərdi, olduğu kimi təkrar yazardı. Ya olduğu kimi yaza bilərdi. Bəstəkar da oturub yazır. Adətən təkrar yazılanda içində cüzi dəyişikliklər olur. Ya akord, ya nə bilim melodik bir şey. Ola bilsin melizm ola bilər, yaxud sekvensiyalı hərəkətli ola bilər, genişlənmə ola bilər, ixtisar ola bilər. Belə hallarda sayılır A, A1. Tamam? Və bura qədər olur A. Cüzi dəyişikliklər olsa, onda da olacaqdı A1. Başqa nə öyrəndik? Bir də hissələrin təkrarını öyrəndik. Xüsusilə 3-cü hissənin, hissələr deyəndə 3-cü hissənin, yəni statik reprizamız vardı, dəqiq repriza. Birincisi olduğu kimi təkrar olunurdu. Dinamik repriza vardı, dəyişilmiş şəkildə. Bir də onun növləri sayıla biləcək, düzdür ayrı kateqoriyalar halında verilir bunlar. Tam olaraq hamısı, bax statikdən başqa geri qalanlar 3-dən başlayaraq. Buradan aşağı hamısı müəyyən mənada dinamikin növləridir. Çünki dəyişilmə var burada istər-istəməz. İstərsən variasyon tətbiq et, orada dəyişilmə olurmu? Olur. Genişləndirsən, yenə nəyisə dəyişmiş sayılırsan. İxtisar etsən, yenə nəsə dəyişilmiş olur. Mütləq ki, istəyirsən yalançı repriz olsun, orada da bir kanal dəyişikliyi var. Dəyişiklik var nəticədə. Sintetik olsun, orada da dəyişiklik var. Amma yenə də bunlar ayrı kateqoriyalar sayılır. Dinamik dəyişiklik. Burada əslində bax bu növdə çox da böyük bir fərq, dəyişiklik olmur. Cüzi dəyişiklik bayaq sizə göstərdiyim kimi. Bu nümunələrdə dedim, bəstəkar bir periodu yazır, ondan sonra 12-ci dəfə təkrar eləyər və cüzi dəyişikliklər olar. Amma məsələn, variasyonlu da əslində dəyişilmiş demək, çeşidlilik demək, dəyişkənlik deməkdir. Alt növlər əmələ gəlir də. Bilirsiniz, tema olur, sonra variasiyalara uğrayır. Məsələn, elə bax, burada bayaq baxdıq. Mozart'ın bu sonatasında 11-də. Başda tema verilir, ondan sonra o tema dəyişir. Bax, bunlar variasiya haqqında ayrıca dərslərimiz olacaq. Variasyonlu reprizada biraz nisbətən çox dəyişiklik olur. Tema əməlli başlı bir dəyişikliyə uğrayır. Əsl transformasyon bax burada olur. Gözlə görülən ciddi bir dəyişiklik olur. Amma xanə sayı yerində qala bilər. Genişlənmə olmaz, ixtisarlaşma olmaz, yalançı repriza olmaz, elə əsl repriza olar. Sintetik də olmaz. Yəni tam olaraq birinci sən təkrar ola bilər burada. Amma ciddi bir tematik və yaxud harmonik də ola bilər. Dəyişiklik baş verə bilər. Ola bilər faktura dəyişər. Misal üçün bu dəfə polifonik o yazı texnikasından, polifonik üsullardan istifadə edə bilərlər. İmitasiya ola bilər, kanonik gedişlər ola bilər və s. Bu variasyonlu da biraz daha ciddi dəyişiklik olur, yenə deyirəm. Genişlənmişdən ola bilər adı üstündə. Biz genişlənmiş period bilirik. İxtisar edilmiş period da bilirik. Yəni qeyri-kvadrat quruluşlu sayılır bunlar. Kvadrat quruluşlu olur, bir də qeyri-kvadrat quruluşlu olur. Orada ixtisar və yaxud genişlənmə hesabına və yaxud əlavə, giriş, artırma və s. Bax, bunlar hesabına forma dəyişə bilər, həcmi. Yalançı reprizadan olurdu, dedik əvvəl, bax, birinci periodun başlanğıc hissəsi, davamı olmaya bilər. Başlanğıc hissə əvvəl başqa kanalda keçir, amma sonra öz kanalında bir də səslənir. 2 dəfə səslənməlidir burada. Yalançı repriza o deyil ki, repriza başqa kanalda başlayır, sonra öz kanalına qayıdır. Zaten bu normaldır, başqa kanalda başlaya bilər 3-cü hissələr. Nəticədə öz kanalında bitməlidir. Yalançı repriza odur ki, bu birinci periodun başlanğıc hissəsi 2 dəfə gedir. Əvvəl başqa kanalda gedir, sonra öz kanalına qayıdır. Bax, o başqa kanalda gedən hissəni götürürük, burada göstərmişdim sizə. Bax, başqa kanalda gedən hissəni biz yalançı repriza hesab eləyirik. Əgər bura ikinci dəfə öz kanalında getməsəydi, bax, ikinci dəfə öz kanalında gedən yeri mən silim, əvvəlini. Qoy davamı qalsın. Misal üçün, bax, buranı götürdüm, davamı qalır. Çox da ki, bu burada başqa kanalda başlayıb. Nə olsun? Əvvəldə gedir, öz kanalına qayıdır, öz kanalında da bitir. Düzdür, burada əsər bitmir, mən yenə deyirəm, hamısını yazmamışam. Əsər si bemol majorda bitəcək, si bemol majorda başlayıb. Bu halda yalançı repriza demirik. Amma bax, bu əvvəlki hissə, birinci hissə 2 dəfə keçirsə, bu şəkildə. Birinci də başqa kanal, ikinci də öz kanalı. Bax, bu olur yalançı repriza. Sintetik repriza nədir? Burada həm birinci hissənin, həm ikinci hissənin materialları birləşir. Bunun nümunəsinə də baxmışdıq. Biz sadəcə indi təkrar edirik. Nədir, nə deyil. İstəyirsiniz, unutmuşsunuzsa, bundan əvvəlki dərsi təkrar izləyə bilərsiniz reprizanı. Bu nümunələr hazır əlimdə idi deyə mən bunları, yalançı reprizanı və buradakı genişlənmələri sizə bir də göstərdim. Reprizsiz də vardı bizim bu hədiyyə dediyimiz bir sürpriz, gözlənilməz bir şey. Bildiyimizə görə A, B, A olur, düzdürmü? Sadə üç hissələrin formaları. Amma burada da görürük A, B, C. Bunlar vokal musiqidə daha çox olur, operalarda, operettalarda. Nəticədə yenə də öz kanalına qayıdır.
sadə 3 hissəli formanın olmazsa olmazıdır. Öz kanalında bitəcək. Həmçinin sadə 2 hissəli formalının. Bu ABC-yə səbəb nə olur? Adətən mətn olur, bədii mətn. Yəni müğənninin, vokalistin oxuduğu mətn nə oxuyursa, bax onun mövzusundan irəli gələrək bəstəkar artıq əvvəlki mövzuya qayıda bilmir. Yeni bir mövzu vermək məcburiyyətində qalır. Buna rəğmən əsas kanalda bitməlidir. Əgər formamız sadə 3 hissəli forma çərçivəsindədirsə. Yox, məsələn, müstəqim formalar olur. A, B, C, D, E, F belə gedə bilir. Belə hallar olur. Burada da arada resitativlər olur və yaxud leit oluşumlar olur. Onlar haqqında ayrıca danışacağıq. Leit oluşum nədir? Yəni leit motiv ola bilər, leit intonasiya ola bilər, leit tembr ola bilər, hər şey ola bilər. Leit instrument də ola bilər. Onlar haqqında gələcək dərslərimizdə danışacağıq. Belə məncə bu sadə 3 hissəli formanı tamamlamaq artıq olar. Bu təkrarlardır. Xüsusilə repriza 3-cü hissədir. Bunları həm qatılı, sizin bildiyiniz mürəkkəb 3 hissəli formada təkrar eləyəcəyik yenə, sonatalarda təkrar eləyəcəyik. Bu təkrarlar təbii ki, rondolarda, həmçinin variasiyalarda bizim qarşımıza çıxacaq. Yenə işlənəcək mövzulardır, yəni sadəcə bununla bitmir. Hələ bu mövzuları işləyəcəyik. Bu qədəri sadə 3 hissəli forma üçün yetərlidir. Ev tapşırıqlarımız olacaq, orada da yenə işləyəcəyik bunları. Yəni hələ bir yerdəyik, siz mövzuları əməlli başlı mənimsəyəcəksiniz. Amma oturub gözləməyin ki, onsuz da nə vaxtsa biz bunlar yenə təkrar edəcəyik, onsuz da ev tapşırıqlarında yenə görəcəyik. Dərsləri xahiş edirəm, ciddi şəkildə dinləyin. Mən ev tapşırıqlarında sizə təzədən bunları izah eləməyəcəm. Artıq mən deyəcəm ki, məsələn, statik reprizadır. Siz artıq bilməlisiniz ki, statik repriza nədir. Ona görə də bu dərsləri gərək diqqətlə izləyəsiniz ki, biləsiniz statik repriza nədir. Ev tapşırıqlarını izah eləyəndə, yəni sizə tapşırıq verəcəm, sonra onu izah eləyəcəm. Orada bir də təkrar qayıtmayacağım, variasyonlu repriza necə olur. Sadəcə deyəcəm ki, baxın, burada variasyonlu repriza var. Yəni demək istəyirəm ki, bu dərsləri diqqətlə izləyin, mənimsəməyə çalışın. O ev tapşırıqları mərhələsi o artıq biraz dilimizi biraz nisbətən təkmilləşdirmək və də daha çox, belə deyim, bəstəkarlara daha uyğun olacaq. Nisbətən daha dəqiq öyrənəcəklər formaları. Belə hələ ki bu qədər sadə 3 hissəli formalar yetərlidir. Bir sonraki dərslərimizdə görüşərik.